olsun, əziz və dəyərli izləyicilər. Hər birinizi xoş gördük. Bu günləri biz sizlərlə trigonometriyanın davamı olan əsas trigonometrik eyniliklərdən danışacağıq. Mövzu izahına keçməzdən qabaq istərdim ki, ilk öncə bu mövzunun əsas mahiyyətindən danışım. Uşaqlar, bu mövzunun əsas mahiyyəti verilmiş alfa bucağı üçün trigonometrik funksiyalar arasındakı hansı əlaqənin olduğunu öyrənməkdən ibarət olacaq. Və təbii ki, bunu öyrənmək üçün gəlin biz sizlərlə koordinat müstəvisində vahid çevrəmizi çəkək. Bu da olsun bizim vahid çevrəmiz. A nöqtəsini qeyd edirəm. 1, 0. C nöqtəsini qeyd edirəm. 0, 1. Və koordinat başlanğıcını təbii ki 0, 0 nöqtəsindən qeyd edirəm. Uşaqlar, verilmiş OA radius vektorunu alfa bucağı qədər O nöqtəsi ətrafına döndərərək OB vəziyyətini alaq. Bura nə olur? Təbii ki, alfa bucağı və B nöqtəsi. B nöqtəsinin koordinatları da olsun bizdə X və Y. Bizə həndəsə kursundan məlumdur ki, mərkəzi O nöqtəsini, yəni koordinat başlanğıcında radiusu 1-ə bərabər olan çevrənin tənliyi x kvadratı üstəgəl y kvadratı bərabərdir 1-ə bərabərdir. Və yaxud da ki, bunu B-nin koordinatları x və y-dir. O zaman bu hissə x, bu hissə y olur. Pifaqor teoremindən rahatlıqla x kvadratı üstəgəl y kvadratı bərabərdir 1-i almış olacağıq. İndi isə gəlin sizlərlə vaxt itirmədən alfa bucağının trigonometrik funksiyalarını tapaq. Sinus alfa nəyə bərabər olur? Qarşıdakı katetin hipotenuza olan nisbəti, yəni y-ın 1 olan nisbəti. Kosinus alfa nəyə bərabər olur? Bitişik katetin, yəni x-ın 1 olan nisbəti. Tangens alfa nəyə bərabər olur? Qarşıdakı katetin bitişik kateti olan nisbəti, yəni y-ın x olan nisbəti. Kotangens alfa nəyə bərabər olur? Bitişik katetin, yəni x-ın y-ə olan nisbətinə bərabər olur. Uşaqlar, buradan mən y-ın sinus alfaya, x-ın da kosinus alfaya bərabər olduğunu görürəm, düzdürmü? O zaman mən aparıb verilmiş bu ifadədə, yəni x kvadratı üstəgəl y kvadratı bərabər 1-də yerinə qoysam, alacağım ki, kosinus kvadratı alfa üstəgəl sinus kvadratı alfa bərabər olur 1-ə. Uşaqlar, bu eynilik bizdə adlanır əsas trigonometrik eynilik. İndi isə gəlin digər düsturlarımızı almağa davam edək. Baxın uşaqlar, tangens alfa və kotangens alfa bizdə verilib. Gəlin biz tangens alfa və kotangens alfa hasilini tapaq. Neyi verəcək mənə? Y bölünsün x vurulsun x bölünsün y-ə. Buradan x-lar ixtisar gedir, y-lar ixtisar gedir, yerdə qalır 1. Yəni tangens alfa və kotangens alfa hasili bizdə bərabər olur 1-ə. Gəlin indi kosinus kvadratı alfa üstəgəl sinus kvadratı alfa bərabərdir 1 ifadəsindən hər iki tərəfi sinus alfa fərqlidir 0 şərti daxilində sinus kvadratı alfaya bölək. O zaman mən alaram ki, kosinus kvadratı alfa bölünsün sinus kvadratı alfa üstəgəl sinus kvadratı alfa bölünsün sinus kvadratı alfa bərabərdir 1 bölünsün sinus kvadratı alfaya. Baxın uşaqlar, kosinus alfa bölünsün sinus alfanı bilirik ki, bərabər olur kotangens alfaya, düzdürmü? O zaman bu nəyə bərabər olacaq? Kotangens kvadratı alfa üstəgəlinsin 1 bərabərdir 1 bölünsün sinus kvadratı alfaya. Həmçinin eyni qayda ilə kosinus alfa fərqli 0 şərti daxilində hər iki tərəfi kosinus alfaya bölsək, yenə də 1 üstəgəlinsin tangens kvadratı alfa bölünsün 1 böl kosinus kvadratı alfa düsturlarını almış olacağıq. Uşaqlar, bu düsturların hamısı bizdə adlanır əsas trigonometrik eyniliklər. Düşünürəm ki, düsturların açılışı hər kəsə aydındır. İndi isə vaxt itirmədən keçək test tapşırıqlarının həllinə. Birinci sualda uşaqlar nəzər salsaq hər iki toplanana görərik ki, burada a kvadratı çıxılsın b kvadratının açılışı var. O zaman biz yazırıq ki, kosinus kvadratı alfa çıxılsın 1 üstəgəl sinus kvadratı alfa çıx 1 bərabərdir. Buradan mənfi 1 çıx mənfi 1 verir mənfi 2. Kosinus kvadratı alfa üstəgəl sinus kvadratı alfa bərabər olur 1-ə. Yəni mənfi 2 üstəgəl 1 bərabər olur mənfi 1-ə. Olub B variantı. İkinci sual. İkinci sualda uşaqlar tangens kvadratı alfanın yerinə birbaşa sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa yazıram və 1 çıxılsın sinus kvadratı alfa üstəgəl sinus kvadratı alfa böl kosinus kvadratı alfa vurulsun
kosinus kvadratı almış olaram. Buradan kosinus kvadratı alfalar ixtisar gelir və sinus kvadratı alfalar islah olunur, yerdə qalır 1. Yəni C variantı. Üçüncü sual. Sinus alfa bərabərdir 1-ə. Gəlin uşaqlar, bu ifadənin qiymətini tapmazdan qabaq biz sizlərlə bu ifadənin qiymətini sadələşdirək. Kosinus alfa üstəgəl kotangens alfa bərabərdir. Kosinus alfa üstəgəl kosinus alfa bölünsün sinus alfaya. Və burada bizdə sinus alfa 1 verilib. O zaman yazıram ki, kosinus alfa üstəgəl kosinus alfa bərabər olur 2 kosinus alfaya. Yəni mən kosinus alfanı sinus alfa vasitəsilə tapıb yerinə qoysam ifadənin qiymətini almış olacağam. Kosinus alfanı tapmaq üçün uşaqlar sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir 1-dən istifadə edirik. Burada kosinus kvadratı alfa bərabər olur 1 çıxılsın sinus kvadratı alfaya. Sinus alfa 1-dirsə kvadratı da 1 olacaq. 1 çıxılsın 1 bərabər olacaq 0-a. Və aparıb burada yerinə qoysam 2 vurulsun 0 bərabər olur 0-a. Yəni D variantına. Dördüncü sual. 1 üstəgəl sinus kvadratı alfa çıxılsın kosinus kvadratı alfa bölünsün 4 sinus kvadratı alfa bərabərdir. Baxın uşaqlar. 1 çıxılsın kosinus kvadratı alfa mənə nəyi verir? Baxın buradan tapsam elə sinus kvadratı alfanı verir. O zaman mən birbaşa 1 çıxılsın kosinus kvadratı alfanın yerinə sinus kvadratı alfa yazıram. Yerdə nə qalır? Sinus kvadratı alfa. Topla sinus kvadratı alfa böl sinus 4 sinus kvadratı alfa. Yuxarıda, yəni sürətdə 2 sinus kvadratı alfa alıram. Məxrəcdə isə olduğu kimi 4 sinus kvadratı alfa. Sinus kvadratı alfa ixtisar gedir. Burada qalır 1 bölünsün 2. Yəni 0,5. Beşinci sual onunla eyni sualdır. Altıncı sual buraxılış imtahanlarında qarşılaşa biləcəyiniz suallardan biridir. Onun üçün də tam diqqətlə dinləyin. Baxın uşaqlar, verilmiş sinus alfa üstəgəl kosinus alfanı birbaşa kvadrata yüksəldirəm. O zaman alacağım ki, sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa üstəgəl 2 sinus alfa kosinus alfa bərabərdir 2-yə. Buradan 2 sinus alfa kosinus alfa bərabər olacaq 2 çıxılsın 1-ə, yəni 1-ə. Bizdən də sinus alfa vur kosinus alfa həsini istədiyi üçün hər iki tərəfi 2-yə bölürəm. Buradan alaram ki, sinus alfa vurulsun kosinus alfa bərabər olacaq 1 böl 2-yə. Yəni 0,5-ə bərabər olacaq. 8-ci sualı onunla eynidir. Gəlin birbaşa həll edək. Yenə də kvadratı yüksəldirəm. Nə alıram? Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa çıxılsın 2 sinus alfa vur kosinus alfa bərabərdir 1 bölünsün 4-ə. Baxın, yenə də buradan bu ifadənin yerinə nə yaza bilərəm? Eyniliklə 1. 1 çıxılsın 2 sinus alfa kosinus alfa bərabərdir 1 böl 4-ə. Buradan 2 sinus alfa kosinus alfanı alıram ki, bərabər olur 3 bölünsün 4-ə. Hər iki tərəfi uşaqlar kosinus alfanı yazmamışam, yazım kosinus alfa. Hər iki tərəfi yenə 2-yə bölürəm. Nə olur? 2-lər ixtisar gedir, yerdə qalır. Sinus alfa vurulsun kosinus alfa bərabərdir 3 bölünsün 8-ə. Bunu da almış olduq. Baxın uşaqlar, 7-ci sual birbaşa burada yazaq. Mənfi sinus kvadratı alfanın yerinə, yanına mənfi kosinus kvadratı alfanı keçirək. O zaman bizim ifadəmiz olacaq. Mənfi sinus kvadratı alfa çıxılsın kosinus kvadratı alfa. Və biz bilirik ki, tangens alfa vur kotangens alfa eynilə 1-ə bərabərdir. Üstə gəl 1. Burada mənfili mötərizə xarici çıxarsam nə olur? Bura plus olur. Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa nə idi? Mənfi 1 üstəgəl 1. Qarşısında mənfi var deyə. Bərabər olur 0-a. Olur B variantı. Bu qədər sadə. 9-cu sual. Baxın uşaqlar, biz sizlərlə mövzunun əvvəlində sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir 1 eyniliyinin hər iki tərəfini sinus kvadratı alfaya və kosinus kvadratı alfaya bölməklə orada da müxtəlif düsturlar aldıq. İndi biz o düsturlardan istifadə edəcəyik və mən deyim ki, biz almışdıq ki, tangens kvadratı alfa üstəgəl 1 bərabər olur 1 bölünsün sinus kvadratı alfa, düzdürmü? O zaman uşaqlar, biri sol tərəfə, sağ tərəfə keçirsəm nə alaram? 1 bölünsün sinus kvadratı alfa çıxılsın 1 bərabərdir tangens kvadratı alfaya. Və aparıb, üzr istəyirəm, kotangens olmalıydı burada. Kotangens kvadratı. Və aparıb yerinə qoysam, alaram ki, kotangens kvadratı alfa vurulsun tangens kvadratı alfa bərabərdir. Kotangens alfa vur tangens alfa 1-ə bərabərdir. 1-in kvadratı bərabər olacaq 1-ə. Bu C variantı. Baxın 10-cu sualda da kosinus kvadratı alfa
bərabər olur tangens kvadratı alfa vur kotangens kvadratı alfa bərabərdir 1-in kvadratı, yəni 1 olur A variantı. 11-ci sual. Uşaqlar, verilmiş ilk ifadədən kosinus kvadratı alfanı tapaq. Bunun üçün ilk öncə hər iki tərəfi kvadrata yüksəldirəm. Alıram ki, 5 çıxılsın kosinus kvadratı alfa bərabər olur 4-ə. Kosinus kvadratı alfa da bərabər olur 1-ə və biz tapmaq istəyirik sinus alfanı. Yenə də sinus kvadratı alfa niyə bərabər olur? 1 çıxılsın kosinus kvadratı alfaya. Sinus alfa bərabərdir. Minus plus kök altında 1 çıxılsın kosinus kvadratı alfaya. Baxın uşaqlar, kosinus kvadratı alfa nəyə bərabərdir? 1-ə bərabərdir. Aparıb yerinə qoysam, minus plus yazmıram, çünki artıq 1 çıxılsın 1-in kvadratı verir bizə 0. Olur C variantı. 12-ci sualda ekvivalent sualdır. 13-cü sualda 9-cu, 10-cu sualların eynidir. Gəlin baxaq 15-ci, 16-cı suallara. Bu sualı heç yazmaya ehtiyac yoxdur. Birbaşa AB hasilini tapsaq, 4 vur 3, 12, tangens alfa vur kotangens alfa 1-ə bərabər olur. Yəni 4 vurulsun, 3 vurulsun, 1 bərabər olur 12-yə. 16-cı sual, 3 vur 5 edir 15. 17-ci sualda kotangens alfanın yerinə nə yazıram? Kosinus alfa böl sinus alfa. Sinus alfa vurulsun, kosinus alfa böl sinus alfa üstəgəl kosinus alfa. Baxın, buradan sinus alfalar ixtisar gedir, yerdə nə qalır? 2 kosinus alfa qalır. Olur A variantı. 18-ci sual uşaqlar, gəlin buradan tapaq. Baxın uşaqlar, kotangens alfa verib mənə -4, düzdürmü? Və mən bilirəm ki, kotangens alfa nəyə bərabərdir? Kosinus alfa bölünsün sinus alfa. Bərabər olur nəyə? -4-ə. Mən buradan hər iki tərəfi sinus alfaya vursam, taparam ki, kosinus alfa bərabər olur -4 sinus alfaya, düzdürmü? Və uşaqlar, biz bu ifadənin qiyməti tapmaq üçün birbaşa kosinus alfanın yerinə -4 sinus alfa yazırıq. Yəni sinus alfa üstəgəl -4 sinus alfa vurulsun 2 bölünsün sinus alfa çıxılsın 2 vurulsun -4 sinus alfa. Yuxarıda alacağım ki, sinus alfa çıxılsın 8 sinus alfa. Verəcək mənə -7 sinus alfanı. Aşağıda, yəni məxrəcdə alacağım sinus alfa çıxılsın, daha doğrusu toplanılsın 4 sinus alfa. Yəni 9 sinus alfa almış olacağım. Bunlar ixtisar gedir. Yerdə nə qalır? -7 bölünsün 9 qalır. Yəni Y variantı. 19-cu sualda eyni sualdır. Baxın. Tangens alfa verilib -5. Gəlin bunu da yazaq. -5 verilib. Biz onu nisbətlə ifadə edirik. Yəni sinus alfa böl kosinus alfa ilə yazıram. Sinus alfa böl kosinus alfa bərabərdir -5-ə. Baxın uşaqlar, yenə də sinus alfa bərabər olur -5 kosinus alfaya. Buradan sinus alfanı -5 kosinus alfa ilə əvəz etsəm, olacaq ki, 3 vurulsun -5 kosinus alfa üstəgəl 6 kosinus alfa bölünsün kosinus alfa çıxılsın 2 sinus alfa. Bir dəqiqə, kosinus alfa sinus alfanın yerinə yazılıb. Vurulsun -5 kosinus alfa. Buradan alıram ki, -15 uşaq kosinus alfalar ixtisar gedəcək, birbaşa yazıram. -15 üstəgəl 6 bölünsün 1 üstəgəl 10 bərabərdir -9 bölünsün 11. Olur C variantı. Və yaxud da ki, uşaqlar, bu sualın ikinci həll variantı nədir? Gəlin ona baxaq. Baxın, verilmiş ifadədə hər iki tərəfi, baxın, tangens verilib, düzdürmü? Hər iki tərəfi kosinus alfaya bölsəm nə alacam? Həm sürəti, həm məxrəci. Kosinus alfaya bölürəm. 3 sinus alfa böl kosinus alfa üstəgəl 6 1 çıxılsın 2 vurulsun nə? Sinus alfa böl kosinus alfa bərabərdir 3 vurulsun -5. Baxın, yuxarıda sinus alfa böl kosinus alfa yazmışdıq. Üstəgəl 6 bölünsün 1 çıxılsın 2 vurulsun -5. Nəyə bərabər olur? -15 üstəgəl 6 bölünsün 1 üstəgəl 10. Baxın, yuxarıdakı ilə eynisidir. Əslində ikinci variant daha sadədir. Nəinki buradan sinus alfanı yerinə -5 kosinus alfa qoymaq. 20-ci sual. Baxın, bu sualda da uşaqlar mənfili mötərizə xaricini çıxarsam, alacağım sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa. Yəni 3 çıxılsın 1 bərabər olur 2. Olur D variantı. 21-ci sual. Kotangens alfa -1 olarsa, kosinus kubu alfa çıxılsın sinus kubu alfa bölünsün, sinus kubu alfa
Çox 2 sinus kvadratı alfa kosinus alfa ifadəsinin qiymətini tapın. Nə qədər qəliz görsənsə də əslində çox sadə bir sualdır. Gəlin baxaq. İlk öncə kotangens alfa bərabəri 1 yazıram. Buradan nə alıram? Kosinus alfa bərabər olur mənfi sinus alfaya, düzdürmü? Və mən ifadəni mümkün qədər sadələşdirirəm. Kosinus kubu alfa çıxılsın, sinus kubu alfanı açıram. Olur kosinus alfa çıx sinus alfa vurulsun. Kosinus kvadratı alfa üstəgəl sinus kvadratı alfa üstəgəl sinus alfa kosinus alfa bölünsün. Buradan uşaqlar sinus kvadratı alfanı çıxardıram mötərizə xaricinə. Sinus kvadratı alfa olur sinus alfa çıxılsın 2 kosinus alfa bərabərdir. Kosinus alfa çıxılsın sinus alfa vurulsun 1 üstəgəl sinus alfa kosinus alfa bölünsün nə? Sinus kvadratı alfa vurulsun sinus alfa çıxılsın 2 kosinus alfa. Baxın, yuxarıda kosinus alfa bərabərdir mənfi sinus alfa əvəzləməsi etmişdik. Ona görə də birbaşa kosinus alfanın yerinə mənfi sinus alfa yazıram. Nə alıram? Mənfi 2 sinus alfa vurulsun 1 üstəgəl. Sinus alfa vur mənfi sinus alfa. Yəni 1 çıxılsın sinus kvadratı alfa bölünsün sinus kvadratı alfa vur sinus alfa üstəgəl 2 sinus alfa bərabərdir. Baxın uşaqlar, bu ifadə nəyə bərabər olur? Kosinus kvadratı alfaya. Mənfi 2 sinus alfa vur kosinus kvadratı alfa bölünsün sinus kvadratı alfa vur 3 sinus alfa. Baxın, sinus alfalar ixtisarı gedir. Yerdə nə qalır? Baxın, burada da kosinus kvadratı alfa var. Yuxarıda nəyə bərabər idi? Mənfi sinus alfaya. Kvadratı nə olacaq? Sinus alfa. Yəni, mənfi 2 sinus alfa kvadratı alfa bölünsün 3 sinus kvadratı alfa. Sinus kvadratı alfalar ixtisar gedir. Yerdə qalır. Mənfi 2 bölünsün 3. Bu qədər sadə. Olur Y variantı. Və yaxud da ki, uşaqlar, bayaqki variantı, yəni ikinci variantdan istifadə edə bilərsiniz. Kotangens alfa nəyə bərabərdir? Kosinus böl sinusa. Baxın, burada nə edirik? Bir dəqiqə. Hər iki tərəfi sinus kubu alfa ilə bölə bilərsiniz. Məxrəc sürəti sadələşdirmək üçün. Burada alacağız tangens kubu alfa çıx 1 bölünsün. 1 çıxılsın. Kubuna böldük, düzdürmü? Burada yenə sinus qalır. Neynəsə sinus qalır. Yəni, ən yaxşısı birinci variantdır. Baxaq 22-ci suala. 1 çıxılsın kosinus kvadratı alfa böl sinus alfa vur kosinus alfa. Baxın uşaqlar, burada 1 çıxılsın kosinus kvadratı alfa nəyə bərabərdir? Sinus kvadratı alfa. O zaman yazıram ki, sinus kvadratı alfa böl sinus alfa vur kosinus alfa. Sinus alfalar ixtisar gedir, yerdə nə qalır? Sinus alfa böl kosinus alfa. Sinus alfa böl kosinus alfa nəyə bərabərdir? Tangens alfaya bərabərdir. Baxın, bu sual bunun nəyidir? Tərsidir. Yəni, sinus alfa böl kosinus alfa üstündə mənfi 1. Bu da nəyə bərabər olur? Kosinus böl sinus. Yəni, kotangens alfaya bərabər olur. 24-cü sual. Verilmiş ifadəni sadələşdirin. Gəlin, tələsmədən ağ lövhəmizi açaq. 24. Baxın, uşaqlar. Birbaşa kosinus kvadratı, kosinus alfanı 1 üstəgəl kosinus alfaya vurub bölək. O zaman nə alaram? Sinus kvadratı alfa böl 1 üstəgəl kosinus alfa üstəgəl kosinus alfa vurulsun 1 üstəgəl kosinus alfa bölünsün kosinus alfa. Birincini olduğu kimi saxlayıram, ikincini açıram. Nə alıram? Kosinus kvadratı alfa üstəgəl kosinus alfa. Məxrəcdə də 1 üstəgəl kosinus alfa. Baxın, bu nəyə verir mənə? 1-i verir, düzdürmü? Yazıram ki, 1 üstəgəl kosinus alfa böl 1 üstəgəl kosinus alfa. Nəyə bərabər olur? 1-ə bərabər olur. Olur nə? D variantı. 26-cı sual rahat sualdır. Gəlin, yenə də baxaq. Sinus alfa vur tangens alfa. Birbaşa uşaqları uzun yazmıram, sığ yazıram. Sinus x vurulsun. Sinus x böl kosinus x üstəgəl. Sinus x vurulsun. Kotangens x nəyə bərabərdir? Kosinus x böl sinus x. Düzdürmü? Baxın, buradan sinus x'lar ixtisar gedir. Yerdə nə qalır? Sinus x vurulsun. Sinus x böl kosinus x üstəgəl kosinus x.
bərabərdir. Yenə də məxrəcini bərabərləşdirsək, sinus kvadratı x üstə gəl. Baxın, burada nə olur? Kosinus kvadratı x qalır. Kosinus kvadratı x bölünsün kosinus x. Nədir? 1 bölünsün kosinus x qalır. Olur C variantı. Baxın, 27-ci sualda da sadələşdirsək, axırda gəlib cavabı 1 bölünsün sinus x almış olarıq. 28-ci sual verilib, kotangens alfa mənfi 2-yə bərabərdir və alfa bucağı 270 dərəcə ilə 360 dərəcə arasında olarsa, sinus alfanı tapın deyir. Baxın uşaqlar, siz həmişə kotangens alfadan istifadə edib sinus alfanı tapırsınız və birbaşa cavabı yazırsınız. Və burada verilən ən əsas şərt, yəni alfanın hansı rübdə yerləşməsinə fikir vermirsiniz. Bu isə sizin sualı səhv yazmanıza səbəb olur. Gəlin, indi isə diqqətlə dinləyək və imtahanda belə bir səhvləri təkrarlamayaq. Baxın, 28-ci sualda kotangens alfa verilib mənfi 2, düzdürmü? Nə edirəm? Düzbucaqlı üçbucağımı çəkirəm. Alfa bucağımı yazıram. Kotangens alfa nəyə bərabərdir? Bitişik katetin qarşıdakı katete olan nisbətinə. O zaman mən buradan katetləri vasitəsilə hipotenuzu tapsam, kökdə 5-ə bərabər olduğunu görəcəm, düzdürmü? Və mən yenə buradan sinus alfanı tapıram, nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza olan nisbətinə bərabərdir. Yəni 1 bölünsün kökdə 5-ə bərabərdir. Baxın, siz gedirsiniz, götürürsünüz bu variantı və imtahanda 0 bal alırsınız. Bu səhvləri təkrarlamamaq üçün bucağa fikir veririk. Bucaq baxıram, görürəm ki, uşaqlar harada yerləşir? 4-cü rübdə, düzdürmü? 4-cü rüb. Bizim koordinatlarımız nə idi? Kosinus alfa, sinus alfa, düzdürmü? Yəni, apsisimiz kosinusa, ordinatımız sinusa bərabərdir. Baxın, 4-cü rübdə y necə qiymətlər alır? Mənfi qiymətlər alır. Ona görə də burada 1 böl kökdə 5 yox, mənfi 1 bölünsün kökdə 5 yazacağıq. Olacaq cavabımız A variantı. 29, 30, 31 tipli sualları sizə buraxıram. Düşünürəm ki, bu suallar artıq rahatdır. Gəlin, daha gəlir suallara baxaq. Baxaq 37-yə. 37-də də deyəsən əvəz etmədi yenə də. Baxın, tangens alfa verilib 2, düzdürmü? Gəlin, bayaqları dediyim ikinci variantdan istifadə edək. Qeyd edim ki, tangens alfa 2-dirsə, tangens kvadratı alfa nəyə bərabər olacaq uşaqlar? 4-ə bərabər olacaq. Gəlin, bu ifadənin, yəni verilmiş ifadənin sürətini də, məxrəcini də neyniyək? Kosinus kvadratı alfaya bölək. O zaman alacağım 3 vurulsun tangens kvadratı alfa üstə gəl. Yox, bölməyək. Çünki burada 2 böl kosinus alıram. Burada 4 böl kosinus alıram. Yenə də işlərimiz gəlizləşir. Mən dedim, alınlar, alınmadı ki, olsun. Birinci variantı yoxlayaq elə. Tangens alfa verilib 2, düzdürmü? O zaman 3 düzbucaqlı üçbucağımızı çəkək o zaman. Tangens alfa nəyə bərabərdir uşaqlar? Qarşıdakı katetin bitişik katet olan nisbəti. Yenə də hipotenuzu kökdə 5 tapıram. Sinus alfanı 2 böl kökdə 5. Kosinus alfanı nə tapıram? 1 bölünsün kökdə 5. Kvadratı yüksəltsək 4 böl 5. 1 böl 5 almış olacaq. Bunları yazaq, qoyaq qıraqda. İndi isə aparıb yerinə qoyaq. 3 vurulsun 4 böl 5 üstə gəl 2 bölünsün 4 üstə gəl 5 vurulsun 1 böl 5. Buradakı 5'lər ixtisar gedir. Məxrəcdə 4 plus 1 5 qalır. Burada 4 vur 3 12 plus 10 bölü 5 alıram. Yəni bir sözlə ümumi ifadəmiz 22 bölünsün 25-ə bərabər olacaq. Olacaq D variantı. Baxın 38-ci sualda yenə də alfa bucağının hansı rübdə olduğuna baxıram. Baxıram pi bölü 2 alfa neçənci rübdür? İkinci rüb. İkinci rübün sinus alfa, yəni ordinatı nəyə bərabərdir? Müsbətdir. Yəni müsbət işarəsi nədir? Sıfırdan böyükdür sinus alfanın. O zaman kotangens alfa vasitəsilə sinus alfanı tapıram. Yazıram ki, 38-ci sual nədir? Bitişik katetin hipotenuza olan nisbəti. Üzr istəyirəm. Qarşıdakı katetə olan nisbəti. O zaman x-i tapsam nəyə verər? X kvadratı bərabərdir 225 üstə gəl
64. Bu da edir 289. Yəni 17-nin kvadratı. Yəni x-i 17 almış olduq. O zaman sinus alfa nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza olan nisbəti. 8 bölünsün nə? 17. Birbaşa yerinə yazıram. 2 çıxılsın 17 böl 8 vurulsun 8 böl 17. 8-lər ixtisar gedir, 17-lər ixtisar gedir. Yerdə qalıb 2 çıxılsın 1, yəni 1 olur B variantı. 41-42 tipli test tapşırıqlara baxaq və nəzərinizə çatdırım ki, əslində bu suallar bu mövzunun deyil, daha sonrakı, yəni sinus x və cosinus x funksiyaları onların xassələrinin aid olan bir sualdır. Keçməmizdən qabaq 1-2 qeyd aparaq. Nəzərinizə çatdırım ki, uşaqlar, biz sinus 2 alfa bərabərdir 2 sinus alfa kosinus alfa və sinus alfa kosinus alfanın qiymətlər çoxunun mənfi 1, 1 olduğunu gələcək dərslərimizdə vurğulayacaq. Uşaqlar, gəlin ilk öncə buradakı sinus x vurulsun kosinus x-i sinus 2x-a gətirək. Bunun üçün nə edirik? Y bərabərdir 2 vurulsun sinus x böl kosinus x. Burada mən düzəltdim sinus 2x-i, düzdürmü? Bəs nə etməliyəm? Sinus x kosinus x alsın deyə 2-yə bölməliyəm. Çıxılsın 1 bölünsün 2 bərabərdir. Sinus 2x bölünsün 2 çıxılsın 1. Baxın uşaqlar, sinus 2x-in qiymətlər çoxluğu nədir? Mənfi 1, 1-dir, düzdürmü? Ən kiçik qiymətli alması üçün mənfi 1-i verirəm. Mənfi 1 çıx 1 bölü 2 bərabərdir mənfi 1-ə. Ən böyük qiymətli alması üçün də 1 çıxılsın 1 bölünsün 2 bərabər olur 0-a. Yəni mənfi 1, 0 parçasında qiymətlər olur. Olur A variantı. Baxıram indi 41-ci suala. 41-ci sualda da eyni nə alıram? Sinus 2x plus 1 bölü 2 alıram. Burada çıxması ilə də bura plusu ilə mənfi 1 plus 1 bölü 2 bərabərdir 0-a. 1 üstəgəl 1 bölü 2 bərabərdir 1-ə. Yəni 0-1 parçasında qiymətlər alır. Olur B variantı. 42-ci sualda eynidir. Sadəcə burada sinus kvadratı x vurulsun kosinus kvadratı x-i ilk öncə 4-ə vururuq, daha sonra isə bölürük. Yəni yazaq. Bu suallar bizə qaranlıq qalmasın. Mövzuda var deyə yazırıq. 42. Y bərabərdir 4 vurulsun sinus kvadratı x vur kosinus kvadratı x bölünsün 4 üstəgəl 3. Yuxarıdakı ifadə nədir? Sinus kvadratı 2x bölünsün 4 plus 3. Mən dedim ki, bayaqlar uşaqlar, sinus x-in qiymətlər çoxluğu nədir? 0, daha doğrusu mənfi 1, 1-dir. Sinus kvadratı x-in qiymətlər çoxluğu isə çevriləcək olacaq 0, 1. Və dediyim kimi, bunu da gələcək dərslərimizdə keçəcək. Və nəzərinizə çatdırım ki, uşaqlar, burada istər sinus min x olsun, istər sinus mənfi min x olsun, həmişə qiymətlər çoxluğumuz mənfi 1, 1-dir. Və yerinə qoysam 0 bölü 4 plus 3 bərabər olur 3-ə. Daha sonra 1 bölü 4 üstəgəl 3 bərabər olur 3-dən 4-də 1-ə. Yəni C variantı bərabər olur. 43-cü sual. Eynidir. Gəlin uşaqlar 44-cü suala baxaq. 44-cü sual nə qədər qəliz görsənsə də əslində bir o qədər maraqlı və asan suallardan biridir. Gəlin uşaqlar ilk öncə verilmiş bu ifadəni kvadrata, daha sonra isə kuba yüksəldik. Birinci, kvadratı yüksəltdikdə sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa üstəgəl 2 sinus alfa kosinus alfa bərabərdir A kvadratına. Buradan 1 üstəgəl 2 sinus alfa kosinus alfa bərabərdir A kvadratı alıram. Sinus alfa kosinus alfa hasil tapıram. Nəyə bərabər olur? A kvadrat çıx 1 bölü 2. Daha sonra isə hər iki tərəfi kuba yüksəldirəm. Alıram sinus kubu alfa üstəgəl kosinus kubu alfa üstəgəl 3 sinus kvadratı alfa plus kosinus alfa üstəgəl 3 sinus alfa kosinus kvadratı alfa bərabərdir A kubuna. Baxın uşaqlar, mənə bunu kuba yüksəltməkdə məqsədim sürətdəki ifadənin qiymətini almaqdan ibarətdir. Və sinus kubu alfa üstəgəl kosinus kubu alfa bulduğu kimi saxlayıram. Buradan 3 sinus alfa kosinus alfanın mötərizə xaricini çıxaram. Burada qalır sinus alfa üstəgəl kosinus alfa bərabərdir A kubuna. Daha sonra sinus kubu alfa üstəgəl kosinus kubu alfa bərabərdir A kubu çıxılsın 3 vurulsun. Sinus alfa vur kosinus alfa var. A kvadrat çıx 1 bölü 2 vurulsun. Sinus alfa üstəgəl kosinus alfa əvvəlcədən verilmiş şərtə əsasən A-ya bərabər olur. Ümumi çevirdikdə sinus kubu alfa üstəgəl kosinus kubunun alfanı alıram mənfi A kubu böl 4 çıxılsın 3A böl 4. Yəni 3A çıxılsın A kubu bölünsün, daha doğrusu 2. Bölünsün 2. Və burada da yerinə qoyub 2-yə bölsəm
2'də 1'e vurmuş olacağım. Yəni 3a çıxılsın a kubub bölünsün 4 almış olacağım. Ki o da bizdə D variantına bərabər olur. 45-ci sual. Eynilik gəlin 46-cı suala baxaq. 46-cı sualda ilk öncə kosinus 4 üstündə x-i əvəz edəcək. Necə? İlk öncə misala yazaq. 6 sinus üstündə 4x üstəgəl. Hətta çıxardaq altını mötərizə xərcinə. Kosinus 4 üstündə x. Biz bilirik ki, kosinus kvadratı x bərabər olur. 1 çıxılsın sinus kvadratı x-a. Buradan hər iki tərəfi kvadratı yüksəltsəm, kosinus 4 üstündə x bərabərdir. 1 üstəgəl sinus 4 üstündə x üstəgəl çıxılsın 2 sinus kvadratı x. Aparıb yuxarıda yerinə yazsam y bərabərdir. 6 vurulsun sinus 4 üstündə x üstəgəl. Sinus 4 üstündə x çıxılsın 2 sinus kvadratı x plus 1 almış olacağım. Bərabərdir. 6 vurulsun 2 sinus 4 üstündə x çıxılsın 2 sinus kvadratı x plus 1 bərabərdir. İndi uşaqlar bunun qiymətlər çoxluğunu tapmaq üçün gəlin ilk öncə sinus kvadratı x-i t ilə əvəz edək. Nə alıram? 6 y bərabərdir. 6 vurulsun 2 t kvadratı çıxılsın 2t plus 1 bərabərdir. Buradan da 2-ni mötərizə xərcini çıxaram. Nə qalır? 12 t kvadrat çıxılsın t plus 1 bölü 2. Və bunu tam kvadratik formaya gətirirəm. 12 vurulsun t-nin kvadratı çıxılsın 2 vurulsun 1 bölü 2 vur t üstəgəl 1 bölü 4 çıx 1 bölü 4 plus 1 bölü 2 bərabərdir. 12 vurulsun t çıxılsın 1 bölü 2 kvadratı çıxılsın. Burada 2 yazsam nə olur? Mənfi 1 bölü 4 üstəgəl 2 bölü 4. Yəni 1 bölü 4. Çıxılsın 1 bölü 4. Plus 1 bölü 4. 12'ye vursam nəyə bərabər olur? Ümumi ifadə bərabər olur 12. T çıxılsın 1 bölü 2'nin kvadratı üstəgəl 3. Baxın uşaqlar. Burada sinus kvadratı x-i t ilə əvəz etdim. Düzümü aparıb yerinə qoyuram. Sinus kvadratı x çıxılsın 1 bölü 2 kvadratı plus 3. Bu olur bizim y-ımız. Bizdən soruşur ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Uşaqlar, burada mən sinus kvadratı x-a 2'də 1 versəm, ümumi ifadə olacaq y bərabərdir. 12 vurulsun. Gəlin ilk öncə 0'a verək. Y bərabərdir. 12 vurulsun. 0 çıx 1 bölü 2'nin kvadratı üstəgəl 3 bərabərdir. 12 vurulsun 1 bölü 4 üstəgəl 3 bərabər olur nəyə? 3 bölü 3 üstəgəl 3 bərabər oldu 6'ya. 1'i versək nəyə bərabər olacaq? 1 çıx 2'də 1 4 yenə də 6'ya bərabər olacaq. Belə çıxır ki, ən böyük qiyməti 6'dır. Ən kiçik qiyməti isə sinus x kvadratı 2'də 1'ə bərabər olur. Yəni 3 6. Digərdə eyni sualı gəlin baxaq 48-ci suala. 48-də uşaqlar sinus alfa vur kosinus alfa hasili verilib. Bizdə isə verilmiş ifadənin qiymətini soruşur. Bunun üçün nə edirik? İlk öncə verilmiş ifadəni hər hansı bir t ilə əvəz edirik. Sinus alfa çıxılsın kosinus alfa bərabərdir t-yə və kvadratı yüksəlirik. 9 sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa çıxılsın 2 modulca sinus alfa kosinus alfa bərabərdir t kvadrata. 9 vurulsun 1 çıxılsın 2 vur. Baxın, burada sinus alfa və kosinus alfa bərabərdir. 3 8-də 3-ə bərabər olur t kvadratına. T kvadratı bərabərdir. 9 vurulsun 1 çıxılsın 3 bölü 4. Yəni 9 vurulsun 4'də 1. Nəyə bərabər olur? 9 bölü 4'ə t bərabər olur. 3 bölünsün 2, yəni 1/5'ə bərabər olmuş olacaq. Yəni Y variantı. Gözə çarpan suallara baxaq. Baxaq 55-ci suala. Verilmiş funksiyanın qiymətlər çoxluğunu tapın deyir. Bunun üçün nə edirik? İlk öncə məxrəcləri bərabərləşdiririk. Nəyə bərabər olur? Kosinus kvadratı x üstəgəl sinus kvadratı x bölünsün sinus kvadratı x vur kosinus kvadratı x bərabərdir. 1 bölünsün sinus kvadratı x vur kosinus kvadratı x. Hər iki tərəfi 4'ə vurub bölsəm 4 bölünsün 4 sinus
kvadratı x kosinus kvadratı x bərabər olur 4 böl 2 sinus kvadratı bir dəqiqə 4 bölünsün sinus kvadratı 2x-a. Baxın uşaqlar, buradan biz bilirik ki, sinus kvadratı 2x-in qiymətlər çoxluğu 0, 1-dir, düzdürmü? Baxın, bu ifadənin ən böyük qiyməti alması üçün, daha doğrusu ən kiçik qiyməti alması üçün məxrəc ən böyük olmalıdır. Məxrəc ən böyük nə ola bilər? 1 ola bilər. Deməli, 4 bölünsün 1 bərabər olur 4-ə. Bu nə olur bizdə? Ən kiçik qiymət olur. Əslində, 1-dən 0-a rəqəmləri, ədədləri versək, görərik ki, bu funksiyanın qiymətləri arta gedir. Misal üçün, olsun 2-də 1. 4 bölünsün 1 bölü 2 nəyə bərabər olur? 8-ə bərabər olur. Və yaxud da olsun 4 bölünsün 1 bölü 3 nəyə bərabər olur? 12-yə bərabər. Görürsünüzmü? Qiymətlər azaldıqca funksiyanın qiymətləri də artır. Yəni, ən kiçik qiymətimiz 4 alır və müsbət sonsuzluğa qədər davam edir. 57-ci sual yenə bizim keçmədiyimiz suallardan biridir. Yenə gəlin, düsturu vurğulayaq. Biz sizinlə sinus 2 alfanı verdik. Gəlin, indi isə kosinus 2 alfanı verək. Kosinus 2 alfa bərabər olacaq. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfaya. Baxın, burada bunu 2-yə vursaq, yəni kotanges 7x bölü 14 bərabər olur. Daha doğrusu kosinus. Kosinus 2 vurulsun. 7x bölünsün nəyə? 14-ə. Bir ehtiyac yoxdur əslində. Gəlin, düz bucaqla davam edək hələ ki. Düz bucaqlı üç bucağımızı çəkək. Bu nə olur bizdə? 7x bölü 34. Qarşıdakı bitişik katetin qarşıdakı kateti olan nisbəti. Bu nəyə bərabər olur? 9 plus 1 kökdə 50. Bizdən də kosinus 7x bölü 17-ni istəyir. Yəni, kosinus 2 vurulsun 7x bölü 34-ə. Bəli, düstur lazım olacaq. Kosinus kvadratı 7x bölü 34 çıxılsın sinus kvadratı 7x bölü 34. Yəni, kosinus 2x düsturundan istifadə edirik. Və buradan alıram ki, kosinus 7x bölü 34 nəyə bərabərdir? Bitişik katetin hipotenuza olan nisbəti kvadratı yüksəldirəm. Burada nəyə bərabər? 1 bölü kökdə 50-yə. Bunu da kvadratı yüksəldirəm. Nə olur? 49 çıxılsın 1 bölünsün 50. Bərabər olur 48 bölünsün 50-yə. Bunlar da ixtisar olunur 2-yə, yəni 24 bölünsün 25-ə. 24-ü 25-ə böləndə təqribi olaraq hesablamaq olar. Sonra hansı suallara baxaq? Baxaq 61-ə. Kvadratı yüksəldək. Tangens kvadratı alfa üstəgəl kotangens kvadratı alfa bərabərdir 4 çıxılsın. Tangens alfa bərabərdir 1. Yəni 4 çıx 1 3-ə bərabər olmuş olacaq. Burada məxrəcləri bərabərləşdiririk. 64-cü sualda sinus kubu alfa üstəgəl kosinus kubu alfadan istifadə edirik. 65-də tangens verilib, kotangens kosinusu tapırıq rahatlığına. 67-ci sual. Baxın, bu sualda buraxılış imtahanında tətbiq olunan suallardandır. Biz dedik ki, tangens alfa vurul kotangens alfa hasili 1-ə bərabərdir, düzdürmü? Nə zaman? Arqumentlər bərabər olduqda. Ona görə biz neyinirik? Verilmiş arqumentləri bir-birinə bərabər edirik. Yəni 3a kvadratı üstəgəl 5a plus 8 bərabərdir 2a kvadratı üstəgəl 9a plus 20-yə. Çıxdıqda 2a çıxılsın 4a çıxılsın 10 neçə? 12 bərabər 0 alırım. A-nın hansı natural qiymətindədir? Diskriminantla kökü tapsaq nə olur? 16 plus 4 olur ki 18 48. Burada nə alıram? 64 bərabərdir 8-in kvadratı. A1 2 nəyə bərabərdir? 4 minus plus 8 bölünsün 2-yə. Bizə də natural kökü lazımdır. Yəni müsbət 8 üstəgəl 4 bölü 2 6. Yəni 6 olduqda həqiqətən doğru olur. Baxaq 70-ci sualı. 70-ci sualda ilk öncə gəlin sizlərlə sürəti sadələşdirək. İlk
öncə bunu vurğulayım ki, A kubu çıxılsın B kubu üçün. Səhv etmirəmsə, A plus B-nin kubu çıxılsın 3 AB vurulsun. A plus B düsturu var idi. Gəlin açaq bu düsturun doğruluğunu yoxlayaq. A kubu üstəgəl 3A kvadratı B üstəgəl 3AB kvadratı çıxılsın 3AB kvadratı çıxılsın 3A kvadratı B. Bəli, bunlar islah gedir, yerdə qalır B kubu. A kubu plus B kubu. Bəli. Yazıram. Tangens alfa üstəgəl katangens alfa vurulsun. Çıxılsın 3 tangens alfa katangens alfa hasi 1-ə bərabərdir. Yenə də yazaq. Plus tangens alfa plus katangens alfa. Bölünsün tangens alfa çox katangens alfa. İfadəsinin qiymətini tapın deyir. Bərabərdir. Burada 3 yazdım, burada 1 aldım, amma sürət qaldı. Onun üçün də gəlin normal düsturumuzu tətbiqləyək. Gəlin bunları silək ən yaxşısı. Tangens alfa çıxılsın katangens alfa vurulsun. Tangens alfa üstəgəl katangens alfa çıxılsın. Üstəgəl tangens alfa katangens alfa 1. Burada məxrəclə ixtisar olunur. Tangens alfa çıxsın. Katangens alfa yerdə qalır 3 üstəgəl 1, yəni 4. Yəni normal qayda ilə ehtiyac yoxmuş digər düstura. 70-ci sual. Hər iki tərəfi kvadrata yüksəltsək nə alırıq? 1 çıxılsın. 2 sinus alfa kosinus alfa demişdik ki, nəyə bərabərdir? Sinus 2 alfaya bərabərdir. Bərabərdir 4 böl 7-yə. Bunda sinus 2 alfa nəyə bərabər olar? 3 bölünsün 7-yə. Düzdürmü? Sinus 2 alfanı tapdıq. Kosinus 2 alfanı tapa bilərik. Düzdürmü? Kök altına 1 çıxılsın. 3 böl 7-nin kvadratı. Yəni kök altında 1 çıxılsın. 9 böl 7 böl 7 49. Bərabərdir. Kök altında 40 bölünsün 49. Bunu yazdım. İndi aparıb düsturda yerinə qoyuram. 7 vurulsun. Kosinus 7-nin kvadratı vurulsun. Kosinus kvadratı 2 alfa. Yəni 40 bölünsün 49. Bunlar ixtisar gedir, yerdə qalır 40. 74-cü suala baxaq. Maraqlı suallardan biridir. Baxmış olaq. 4 bölünsün sinus x bərabərdir. 2 kökdə 5 böl kosinus x. Gəlin burada qırıq hədlərin yerini dəyişək. Tənasübün xassəsinə əsasən alıram ki, kosinus x bölünsün sinus x bərabərdir. 2 kökdə 3 bölünsün 4-ə. Buradan ixtisar gedir, yerdə qalır. Kökdə 3 bölünsün neçə? 2. Buradan nə tapmış oluram? Katangens alfanı tapmış oluram. Bərabərdir. Kökdə 3 bölünsün 2-yə. Bizdən isə a-nı tapılmağını soruşur. Bunun üçün də buradan düzbucaqlı üçbucaqdan katangens alfa nədir? Bitişiyin qarşıdakını. Hipotenuzu tapsam 3 üstəgəl 4 elir bizdə 7. Kökdə 7 elir. Yerinə qoysam 4 bölünsün. Sinus alfanı tapsam. Düzmü tapdım? Bir dəqiqə. Kökdə 5'dir burada. Kökdə 3 deyil. Görürsünüz? Kökdə 5. Kökdə 5. 5 üstəgəl 4 9 buraya edir 3. Sinus alfa nəyə bərabərdir? Qarşıdakı katetin hipotenuza olan nisbəti. Yəni 2 bölünsün 3'ə bərabərdir. Buradan da 4 bölünsün sinus x nədir? 2 böl 3 bərabərdir a-ya. Yəni a bərabərdir 4 vurulsun 3 bölünsün 2. 2'lər ixtisar gedir, yerdə qalır. 2 vur 3 yəni 6. Yetmiş 5. Yenə də kvadratı yüksəldirik. Nə alırıq? Tangens kvadratı alfa üstəgəl katangens kvadratı alfa. Sonra isə kuba yüksəldirik. Gəlin bunu da yazaq. Yazıram tangens kvadratı alfa üstəgəl katangens kvadratı alfa bərabərdir 3 çıx 1 yəni 2. Sonra kuba da yüksəldirəm. Tangens kubu alfa üstəgəl katangens kubu alfa üstəgəl 3 tangens kvadratı alfa katangens alfa üstəgəl 3 tangens alfa katangens kvadratı alfa bərabərdir 9'a. Buradan tangens kubu alfa üstəgəl katangens kubu alfa bərabərdir
3 tangens alfa kotangens alfa mötərizə xərcini çıxardıram. Yerdə nə qalır? Tangens alfa üstəgəl kotangens alfa. Bərabərdir 9-a. Baxın, burada bu 1-ə bərabərdir. Bu da şərtə verilib ki, 3-ə bərabərdir. O zaman tangens kubu alfa üstəgəl kotangens kubu alfa bərabərdir. 9 çıxılsın 9, yəni bərabər olur 0-a. Yetmiş yeddinci və sonuncu suallardan biri. P parametrinin hansı müsbət qiymətində müəyyən alfa bucağı üçün sinus alfa və kosinus alfa verilmiş tənliyin köküdür. İlk öncə uşaqlar, gəlin Viet teoremi tətbiq edək. İlk öncə nə edirik? A-nı sabit saxlayırıq. Daha doğrusu bunu sabit saxlayırıq x kvadratını. Bunun üçün nə edirik? Hər iki tərəfi 8-ə bölürük. X kvadratı çıxılsın P böl 8, x çıxılsın 3 böl 8 bərabərdir 0-a. Viet teoremi yadımıza salsaq, tənliyin köklərinin cəmi x işarə götürmüş ikinci əmsalı, yəni x1 plus x2 bərabərdir P böl 8-ə, hasili isə sərbəst həddə bərabərdir. Yəni x1 vurulsun x2 bərabərdir mənfi 3 bölünsün 8-ə. Burada da bizə deyir ki, P parametri hansı müsbət qiymətində sinus alfa və kosinus alfa tənliyin kökləri olar. Tənliyin kökləri olarsa, o zaman sinus alfa üstəgəl kosinus alfa bərabərdir P böl 8-ə. Hasili isə bərabər olacaq mənfi 3 böl 8-ə. Buradan verilmiş birinci ifadəni kvadrata yüksəltsək, 1 üstəgəl 2 sinus alfa kosinus alfa, yəni mənfi 3 böl 8 bərabərdir P kvadratı böl 64 alırıq. Və 1 çıxılsın 6 böl 8 bərabər olur P kvadrat bölünsün 64-ə. Düzdürmü? Bəli. Sonra burada nə alıram? 2 böl 8 bərabərdir. P kvadratı bölünsün 64. Məxrəclərə bərabərləşdirsək, 8 vur 8, 16 böl 64. Bunlar ixtisar gedir. P kvadratı bərabərdir 16 alıram. Yəni P bərabərdir minus plus 4-ə. Bizdən isə P parametri hansı müsbət qiyməti deyir? Yəni P bərabərdir 4-ə. 78-ci sualda ekvivalent sualdır. Ümid edirəm, mövzu və test tapşırıqları sizə aydındır. Düşünürəm ki, yerdə qalan sualları siz rahatlıqla həll edə bilərsiniz. Və mənim sizdən xahişim videonu bəyənib xoş rəylərinizi bildirməyinizi unutmayın.